onların məqsədi o idi ki, ya Naxçıvanlılar Azərbaycanın başında olmalıdır, azlıq olaraq Azərbaycanı idarə etməlidir, ya da ki, Azərbaycandan qopacaqdılar və bizim Türkiyə ilə sərhədimiz bağlanacaqdı və Qarabağ məsələsi də mübahisəli məsələ olduğuna görə İranla yollarımız da bağlanmaq təhlükəsinə düşəcəkdi. Bu Azərbaycana qarşı atılmış bir plan idi və Azərbaycan əgər öz müstəqilliyini, Azərbaycan insanı öz azadlığına doğru qaçardısa, Naxçıvan məsələsi bu cür istifadə olunacaqdı. Yəni separatçı bir hərəkət kimi istifadə olunacaqdı. Amma ruslar Azərbaycandakı məsələni uğurla, özlərinə xas şəkildə uğurla həyata keçirdilər və Naxçıvanları Azərbaycanın üzərinə gətirdilər. Və bununla da bu separatçı hərəkat hələ də muxtar